Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Bəs bu zərərverici necə yayılır və aşkar olunduğu təqdirdə onunla necə mübarizə aparmaq lazımdır? Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri, yük daşımaları, nəqliyyat vasitələri, ağac materialları yüklənmiş konteynerlər, avadanlıqlar, təzə meyvə tərəvəz, kəsilmiş güllər, tinklər və digər vasitələrlə yayılır. Eyni zamanda zərərvericinin yetkin fərdləri təbii yolla, yəni uçmaqla 35-100 km-dək məsafə qət edə bilirlər. Payız və qış dövründə qışlama yerlərini maksimum azaltmaq məqsədi ilə zərərvericinin gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır. Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğularının ara kəsmələrinə diqqətlə baxılır. Aşkar olunduğu təqdirdə isə süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq zərərverici məhv edilir. Bağacıq aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməlidir. Qeyd eləyək ki, bağacıqla mübarizə tədbirləri davam etdirilir. Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı Şəkidə 5 və 8 nömrəli orta məktəbdə maarifləndirici görüşlər keçirilib. Görüş iştirakçılarına zərərvericinin yayılma yolları, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.